Günümüzdə bədənin bir parçasının bədəl qurban olaraq verilməsinə Hindistanda da rast gəlirik. Hindistanın yerli xalqlarından olan kontların folklorunda bu qurban şəkli belədir ki, bir su basqını fəlakəti ilə qarşılaşdığında oğlan uşağı sahibi iki qadın uşaqları ilə bərabər öz yeyəcəkləri olan iki bitkinin yanlarında gətirərək meydanın ortasına gəlirlər. Bu qadınlardan biri öz barmağını kəsərək qanını torpağa axıdır. Daha sonra bitkilərdən birini kəsib oğluna yedirməkdədir. Sonra qadın oğluna onun anası olduğunu unutmağını və öz kürəyindən bir ət parçası qopararaq torpağa bastırılmasını deyər. Uşaq anasının dediklərini edincə su basqından bataqlaşmış olan torpaqlar quruyaraq o an köhnə halına, normal halına geri dönür. Heyvanlar, ağaclar və quşlar da öz canlılığına geri dönər beləliklə bu qurban vasitəsilə.